Asan olmadı. Ama son 2-3 kazandı. İnsan vacib idi mənim şu oyunda. Rəqib çox yaxşı müdafiə olundu, kompakt müdafiə olundular. Belə deyim, bütün fikirləri müdafiə olunmaq idi ki, buna görə də çətin idi hücum qurmaq, təhlükəli epizodelar yaratmaq, boşluq vermirdilər, amma sonda lazım olan qolları vurduq və 3 gol qazandıq. Sağ olun, mən özümə nəsə aid edə bilərdim. Yəni, bizə heç bir fərqi yoxdur. Rəqibin məşqçisi bizə nəsə bir təsir yoxdur. Məncə iddialıdır inşallah ki, yetəri qədər futbolçularımız var. Buna görə hər halda çətinlik, yorğunluq olacaq, amma yəni hamımız burada komandamız üçün bizə yəni edirik ki, futbolçu olsa, kim meydana kim çıxsa hamı can qoyur. Yəni inşallah ki, düşünürəm bəs eləyəcək. Yəni çətin olsa da çalışarıq. Həll edək, üstəsindən gələk inşallah. Üstünlük, yəni belə liqada, belə komandalara qarşı nəsə üstünlükdən danışmaq məncə bir qədər yaxşı fikir deyil. Ona görə hər oyuna, yəni rəqibləri onsuz da yəni dünya səviyyəli rəqiblərdir. Biz yenə də ciddi hazırlaşıb maksimum xal üçün inşallah mübarizə aparacağıq.